İşə qəbul şansımızı artıracaq müsahibə qaydaları. Özünüzü bizə təqdim edin sualı. Yanınızda qalıb o dediyim kimi, bayaq dediyim məqamlar. Salam, mən Vəciyə. 5 ildən çoxdur ki, insan resursları sahəsində çalışıram və hal-hazırda təşkilatda inkişaf komandasında baş mütəxəssis kimi fəaliyyət göstərirəm. Bu bloqu açmaqda əsas məqsədim bundan ibarətdir ki, bu illər ərzində əldə etdiyim bilik və bacarıqlarımı, təcrübələrimi qısa-qısa faydalı videolarla sizinlə bölüşüm. Bu videolar vasitəsilə həm sizin inkişafınıza töhfə verim, həm də ki, özüm də inkişaf edim, öz inkişaf yolumdan da sizinlə videolar paylaşım. Bir növ kiçik öz gündəliyim kimi istifadə edəcəm bu bloqu. Həm sizə faydalı olmağa çalışacağam, həm də eyni zamanda özüm inkişaf edib bu prosesdən zövq almağa çalışacağam. Bloqun məqsədi barədə qısaca sizə məlumat verdim. İndi özümlə bağlı məlumatlara davam edək. Korporativ təcrübəm barədə məlumat verdim. 5 ildən çoxdur ki, fəaliyyət göstərirəm. İnsan resursları sahəsində çalışmışam. Fərqli insan resursları istiqamətlərində fəaliyyətim olub, həm də fərqli şirkətlərdə, sahələrdə təcrübəm olub. Banking, telecommunications, life insurance, production və s. kimi istiqamətlər. Korporativ fəaliyyətimlə yanaşı, həm də mən career body kimi fəaliyyət göstərirəm və bu fəaliyyətim çərçivəsində insanlara fərqli istiqamətlərdə dəstək oluram. CV, müsahibə hazırlığı, LinkedIn, fərdi iş axtarış strategiyası, karyera inkişafı, mentorluğu kimi istiqamətlərdə həm təlimlərim, həm də konsultasiyalarım vasitəsilə bu istiqamətlərdə dəstək oluram. Elə bu bloqda da bayaq qeyd etdiyim mövzularda bizi videolar gözləyəcək. İlkin olaraq da rubrikalarımızdan biri də sırf olaraq aid olacaq müsahibə hazırlığı ilə bağlı istiqamətə. Müsahibə hazırlığı dedikdə bu rubrikanın adı da işə qəbul şansımızı artıracaq müsahibə qaydaları və bu rubrika daxilində ilkin seçdiyim mövzu da özünüzü bizə təqdim edin sualı. Hər bir müsahibədə demək olar ki, 99% müsahibədə qarşılaşdığımız suallardan biridir. Müsahibəyə daxil olan kimi bizə verilən bu sualı necə düzgün cavablandırmalıyıq, necə stressə düşməməliyik, onun barədə sizə qaydaları izah edəcəm. Birinci başlayaq mənim bu sualla bağlı təəssüratlarımdan. Bu sual mənim müsahibələrdə ən çox sevdiyim suallardan biridir. Çünki bir növ bu sual mənə gəldikdə mən spotlightın altında oluram və artıq özüm idarə edə bilirəm müsahibəni. Mənə necə suallar gələ biləcəyini, sualların necə istiqamətlənə biləcəyini və s. bütün müsahibəni mən burada idarə edə bilirəm və bir çox hallarda da mənə bu sual verildikdən sonra və mənim cavabımdan sonra qarşı tərəfin, yəni burada daxildir insan resursları nümayəndəsinin və hiring managerin, işə qəbul nümayəndəsinin heç bir sualı qalmır. Sadəcə kiçik əlavə suallar soruşurlar. Bu maaşla bağlıdır, iş mühiti və s. ilə bağlı suallar soruşurlar və tam olaraq onların bütün beyinlərində mənim namizəd kimi mənimlə bağlı yarana biləcək bütün sualları mən özünüz barədə bizə məlumat verin suallarla tam olaraq cover edirəm. Suallarına cavab verirəm. Keçirik ikinci isə namizədlərin müsahibədə bu sualla qarşılaşdığı zaman etdiyi ən böyük səhvlər. Burada 2 dənə vacib səhvi siz üçün qeyd edə bilərəm. Hansı ki, bir çox namizəd bu səhvi eləyir. Mən konsultantlarımla ilk görüşdə olan zaman onlar da bunları qeyd edib. Bu səhvlərin üzərindən keçəcək və artıq ondan sonraki stepdə keçəcək nələr edə bilərik ki, bu səhvlərə yol verməyək və tam olaraq düzgün formatda bu suala cavab verək. Birinci səhv ondan ibarətdir ki, namizədlər sadəcə CV-də olan məlumatları ardıcıllıqla sıralayır. İkinci səhv isə ondan ibarətdir. Namizədlər çox qısa cavab verir burada. Burada sadəcə bu tarixdən bu tarixə bu rolda bu şirkətdə çalışmışam, bu universitetdə bitirmişəm. Çox qısa keçirlər bu hissəni. Əslində bu edilən ən böyük səhvlərdən biridir. Çünki CV-də olan məlumatları, CV-də olan məlumatları onsuz da qarşı tərəf sizinlə müsahibəyə gəlmədən əvvəl review edir, göz gəzdirir və orada görür nələr olduğunu. Siz ona əlavə bir dəyər qatmırsınız özünüzlə bağlı. İkinci isə çox qısa məlumat verirsiniz. Amma halbuki bu sual bayaq da qeyd etdiyim kimi sizin özünüzü təqdim etməyiniz üçün, sizin qarşı tərəfi bir növ diqqətini çəkməyiniz üçün, bir namizəd kimi fərqlənməyiniz üçün digərləri arasında ən böyük şanslardan, fürsətlərdən biridir. Çünki bayaq dediyim kimi bir növ spotlightın altında biz oluruq burada və full olaraq müsahibənin necə gedə, hara gedəcəyini, necə suallar veriləcəyini biz özümüz müəyyən edirik. Keçirik üçüncü isə burada biz necə edə bilərik ki, bu sualla qarşılaşdıqda suala tam olaraq dolğun cavab verək, özümüz barədə yaxşı təəssürat formalaşdıraq və ən uyğun namizəd təəssüratını formalaşdıra bilək. Bu bayaq qeyd etdiyim səhvləri etmədən. Burada mən sizinlə 2 əsas strategiya bölüşəcəm. Birinci strategiya odur ki, ümumiyyətlə sizə zəng gəldi, artıq bilmirəm, fərqli üsullardan birisi sizi müsahibəyə dəvət edə bilirlər. Ya siz özünüz müraciət edirsiniz, ya LinkedIn üzərindən sizə yazılır və s. fərqi yoxdur. Hər bir halda siz müsahibəyə getmədən əvvəl həmin vakansiyanın elanına mütləq göz gəzdirin. Bu çox sadə səslənə bilər. Əşinə qeyd olunur ki, orada standart şeylərdir və s. Yox. Sizdən ən birinci gözlənti odur ki, müsahibəyə getmədən əvvəl vakansiya elanında işə götürənin, yəni həmin şirkətin sizdən olan tələblərini
detallı analiz eləmək. Lazım olsa bir dənə boş vərəqdə yazın özünüz üçün. Bütün indi bir nümunə də burada yerləşdirəcəm. Vakansiya elanında bir addımlar qeyd olunur. Job responsibilities, iş öhdəlikləri, vəzifə öhdəlikləri, onun altında bilik və bacarıqlar və s. Bu hissələri xüsusi olaraq diqqətinizdən keçirdin, analiz edin. Öz backgroundunuzdan başlayın onları əlaqələndirməyə. Bu çox vacib hissədir. Bunu yadda saxlayırıq. Keçirik ikinci hissəyə. Bunun niyə vacib olduğunu ikinci hissəni danışdıqdan sonra qeyd edəcəm. İkinci hissə, okey, bu qədər analiz elədik. Artıq mən bilirəm işə götürən məndən tam olaraq nələr istəyir. Ona işə götürən üçün ən uyğun namizəddən gözləntiləri nələrdir? Həm bilik və bacarıq üzrə, həm görülən iş təcrübələri üzrə. Plus mən götürdüm. Hələ də öz təcrübəmlə də əlaqələndirdim onların namizəddə olan gözləntilərini, mən nələri bacarıram, mən nələr etmişəm keçmiş təcrübəmdən və s. kimi. İndi keçirik, okey, bunu necə düzgün formatda danışacağıq, necə ardıcılığı quracağıq. Burada gəlir ən əsas strategiyalardan biri today, past, future strategiyası. Bu sual özünüz haqqında bizə məlumat verin sualla qarşılaşanda bu strategiyanı istifadə etmək lazımdır. Beyninizdə bir ardıcıllığın olması üçün və öz speechinizi, danışığınızı daha düzgün və strukturlu qarşı tərəfə ötürmək üçün. Okay, burada sual formalaşa bilər ki, bu strategiya nədir və mən bunu necə tətbiq edəcəm? Today, past, future strategiyası. Bu elə bir strategiyadır ki, sizin bilik, bacarıq, təcrübə, hədəflərinizi strukturlu formatda 3 istiqamətə bölərək danışırsınız. Mən həmişə birinci məsləhət bilirəm ki, siz başlayırsınız pastdən, özünüz barədə məlumat verirsiniz, başlayırsınız, yadınızda qalıb o dediyim kimi, bayaq dediyim məqamlar, hansı ki qeyd edibsiniz, analiz edibsiniz ki, şirkətin əsas tələbləri, tələbləri nələrdir, onları analiz edibsiniz, bilik və bacarıqlar, iş təcrübələri və s. hamısını analiz edibsiniz və başlayırsınız bir-bir artıq buradakı pointləri, sözləri, cümlələri, iş təcrübələrini, onların gözləntilərini artıq bu sectionlarda, artıq bu hissələrdə bir-bir qeyd etməyə. Pastdan birinci başlayırıq. Pastda artıq qeyd edirik. Okey, mən filan kəs 5 ildən çox məsələn təcrübəm var. Bu illər ərzində əldə etdiyim təcrübə barədə qısaca sizə məlumat vermək istəyirəm və başlayırsınız bir-bir həmin şirkətdə sadəcə demək yerinə mən bu şirkətdə filan tarixlərdə işləmək yerinə başlayırsınız. Mən məsələn 1 il bu şirkətdə işləmişəm, bu rolda işləmişəm və bu rol daxilində gördüyüm əsas təcrübələr barədə, əldə etdiyim bilik və bacarıq barədə qısaca məlumat vermək istəyirəm və başlayırsınız o bayaq dediyim məqamlar, analiz etdiyim məqamları bir-bir burada artıq vurğulamağa. Pastda bu hissələri artıq cover edirsiniz. Bu təcrübəmdə bu biliklər əldə etdim, bu işləri gördüm, bu layihələri həyata keçirtdim. Hansı ki əlaqəlidir həmin vakansiya elanında şirkətin gözləntiləri ilə. Bu artıq bir növ qarşı tərəfdə artıq ideya formalaşdıra bilir, fikir formalaşdırmağa başlayır ki, mənim qarşımda olan namizəd həqiqətən də mənim axtardığım namizəddir. Mənim tələb etdiyim bilik və bacarıqlara sahib, təcrübəyə sahib və tətbiq etmiş bir namizəddir. Pastda bunları artıq qeyd edirsiniz və gəlir today hissəsi. Pastda bitirdik, qəşəng təcrübələrimiz barədə danışırıq. Today hissəsi hal-hazırdakı işin önəminə görə. Past hissəsində məsləhət bilirəm ki, qısa-qısa, kompakt formatda təcrübələr barədə danışasınız. Əsas hissəni, təcrübənizi, o geniş layihələrinizi və s. danışmaq saxlayasınız today hissəsinə. İndiki siz nə işlə məşğulsunuz, nələr öyrənirsiniz, nə edirsiniz, hansı layihənin üzərində işləyirsiniz. Artıq burada tam detallı olaraq bu hissəni cover edirsiniz. Oxşayır biraz pastda, amma dediyim kimi pastda daha kompakt informasiya verirsə, today'da daha geniş informasiya veririk. Okay, bura qədər biz tam olaraq danışdıq ki, mən hansı təcrübəyə malikəm, mən nələri bilirəm, məndə nələr var, nələri öyrənmişəm. İndi gəlirik gələcək vizyonu ilə bağlı hissəyə. Gələcək vizyonu çox vacibdir. Bura future stage-dir, bura future artıq hissəsidir. Bu çox vacibdir. Çünki bura qədər biz danışırıq, mən nələr bilirəm, mən nəyəm, amma bundan sonra mən kim olmaq istəyirəm və əsas hədəflərim nədir, mənim vizyonum nədir, mən özümlə bağlı nələr planlayıram. Bu hissə keçirik və buranın strukturunu soruşsanız necə danışa bilərsiniz? Özünüzə qoyduğunuz hədəflər olur. Təhsil istiqamətində, təcrübə istiqamətində, özünü şəxsi inkişafı istiqamətində və s. kimi istiqamətdə. Bu istiqamətdə hər birimizin uzun müddətli və qısa müddətli hədəfləri var. Sadəcə hədəfləriniz barədə qısaca məlumat verirsiniz. Məsələn, deyək siz bu hissədə özünüzə seçirsiniz bir uzun müddətli hədəf və uzun müddətli hədəfə çatmaq üçün bu gələcəkdə görəcəyiniz addımları, o uzun müddətli hədəfi əldə etmək üçün atacağınız addımları və s. danışırsınız. Burada dediyim kimi daxil olur, cover edirsiniz həm təhsilinizi, çünki siz öz şəxsi inkişafınızı, professional inkişafınızı burada vurğulayırsınız, həm təcrübənizi, hansı bir rola gəlib çıxmaq istədiyinizi vurğulayırsınız. Ola bilər siz məsələn bir lider olmaq istəyirsiniz, artıq komanda idarəçiliyi ilə məşğul olmaq istəyirsiniz.
və ya məsələn ekspert olub advisory rollarında çıxış etmək istəyirsiniz. Bunları qeyd edə bilərsiniz. Okay, bura qədər artıq danışdıq. Həm biz danışdıq bu sualla bağlı ümumi təəssüratdan, əsas namizədlərin etdiyi səhvlərdən və bu səhvlərə yol verməyib necə düzgün o sualı cavablandıra bilərik. Onunla bağlı strategiyaların üzərindən keçdik. Hər birinin üzərindən keçdik. İndi soruşa bilərsiniz ki, bəs nümunə necə olacaq və s. Mən burada nümunəni detallı sizin üçün danışa bilməyəcəm, çünki çox spesifik istiqamətlərdir. Mən qısa bir şablon yerləşdirəcəm, rəylərdə pinləyəcəm o kommenti. O şablonu özünüz üçün istifadə edə bilərsiniz. Hansı ki, burada danışdığımız bütün məqamları strategiyalardan bu hissələrindən bölünmüş olacaq oradan. Sonda isə onu demək istərdim ki, müsahibələrdə səhvlər etmək çox normaldır. Hər birimiz ilkin addımlarımızda səhvlər edə bilirik, uğursuz nəticələr əldə edə bilirik. Amma bu o demək deyil ki, biz haçansa uğur əldə edə bilməyəcəyik. Bunu həmişə yadınızda saxlayın. Səhvlər etməyi normallaşdırın. Müsahibədə əldə etdiyiniz nəticə sizin nə dəyərinizi, nə sizin uğur faizinizi, nə də uğurlu ola biləcəyiniz faizini ölçmür. Bu sadəcə keçə biləcəyiniz bir yoldur və bu yolu qəşəng təcrübələr, özünüzə dərs çıxarda biləcəyiniz məqamlar, təcrübələrlə zənginləşdirin. Yeni insanlar tanımağa çalışın, networkünüzü genişləndirin. Hər bir müsahibəni fərqi yoxdur, nəticə necə olur, özünüz üçün inkişaf imkanı kimi dəyərləndirin. Məndən bu günlük bu qədər. Çox sağ olun hər biriniz izlədiyiniz üçün, bura qədər izlədiyiniz üçün. Növbəti videolarda nələri görmək istəyirsiniz? Karyeranızda, işə qəbul prosesində, müsahibələrdə çətinlik çəkdiyiniz məqamlar nələrdir? Onları rəylərdə qeyd edə bilərsiniz və bu mənə gələcək videoların hazırlanması üçün ideal ola bilər. Sağlıqla qalın. Növbəti videolarda görüşənədək.